Dostlar, hər vaxtınız xeyir olsun. Şəkil üzərindən mətn təsvir etməyin 5-ci dərsindəyik. Bu dərsdə bizim qarşımızda yenə də 3 şəkil var. Hər şəkildə fərqli təsvirlər verilmişdir. Gəlin başlayaq. Əvvəlcə təsvirlərə aid Azərbaycan dilinə balaca bir mətn quraq. Mətnimiz belə olacaq. Tom səhər tezdən oyanmağı sevmirdi. O bazar günü skateboard dərsi olduğunu unudaraq yatıb qalmışdı. Atası onu oyadanda artıq gec idi. O tələsik avtobusa minib müəlliminin yanına getdi. Tomun yenə gecikdiyini görən müəllim çox əsəbləşdi. Gecikmək səni irəli aparmaz, amma səbr və nizam-intizam uğur qazandırar. O gündən etibarən Tom vaxtını düzgün idarə etməyi öyrəndi və bir daha gecikmədi. Olduqca sadə bir mətndir. Bəlkə sizə çətin gələ bilər, amma sözlər də çox rahatdır. Hissə işlədikcə uşaqlar özünüzdə artıq vərdiş olduğunu görəcəksiniz. Aşağıda mətnə aid feillər, isimlər, sifətlər, zərflər hər biri transkripsiya və mənaları ilə verilmişdir. Zəhmət olmasa bunları lüğət dəftərinizə yazıb öyrənirsiniz ya da bunun kopyasını çıxarda bilərsiniz. Linki aşağıda hər dərs yerləşdirirəm. Başlayaq mətnimizi ingilis dilində qurmağa. Tom səhər tezdən oyanmağı sevmirdi. Mübtədamız nədir? Tom nə etmirdi? Sevmirdi. Və fikir versəz mətnimiz keçmiş zamandadır. Biz demişdik keçmiş zamanda olan cümlələr qaydalı və feillər daha doğrusu qaydalı və qaydasız olmaqla iki yerə bölünürdü. Qaydalılar idi qəbul edirdi, qaydasızlar kökündən dəyişirdi. Köməkçi feilimizdə did oldu. Tom səhər tezdən oyanmağı sevmirdi cümləsinin mübtədası Tomdur. Sevmirdi xəbərimizdir. Tomu qoyduq mübtəda yerində. Xəbəri ondan sonra qoymalıyıq. Geçmiş zamanda olduğuna görə və inkar formada olduğuna görə didn't like, yəni did not xoşlamırdı, sevmirdi. Didn't like nəyi sevmirdi? Səhər tezdən oyanmağı. Tom didn't like waking up early. To wake up oyanmaq deməkdir, bilirsiniz. Early də erkən tez deməkdir. Tom didn't like waking up early. O bazar günü skateboard dərsi olduğunu unudaraq yatıb qalmışdı. Aha, iki hissə ayırırıq. O bazar günü skateboard dərsi olduğunu unudaraq yatıb qalmışdım. Okey, başladıq. Unutmaq əsas feilimizdir. İkinci feilimiz isə yatıb qalmışdıdır. Baxın cümlənin sonuna hər iki feil bir-birinin yanında verilib. İngilis dilində də biz eyni qaydada verəcəyik. Birinci cümləni tamamlayacağıq, sonra ikinci cümlənin xəbərini verəcəyik. O, he, unutmuşdu. Forget feili keçmiş zamanda olur, forget. He forgot that. O unutmuşdu ki, nəyi var? Onun bazar günü skateboard dərsi var. He had, yenə keçmiş zamanda verdik. A skateboarding lesson on Sunday. Baxın, hamısını verdik. Zərfini də qoyduq. And və yatıb qalmışdı. Overslept. Yuxuya dalmışdı. Atası onu oyadanda artıq gec idi. Baxın, anda əndə yenə var burada. Atası onu oyadanda. When his father wake him up. Wake him up olacaq burada. When his father wake him up. Atası onu oyadanda artıq gec idi. It was already late. Already artıq deməkdir, late də gec deməkdir. It was already late. Atası onu oyadanda artıq gec idi. O tələsik avtobusa minib müəlliminin yanına getdi. Baxın, tələsik avtobusa minməyi rushed feili ilə verəcəyik. He rushed to the bus. Qaçaraq tələsik avtobusa mindi. Sonra deyir ki, və müəlliminin yanına getdi. And went to his teacher. Went to his teacher, yəni müəlliminə getdi. Müəlliminin yanına getdi. Deməli, he rushed to the bus. Avtobusa tələsərək mindi. Rushed to tələsmək ifadəsidir, bunu qeyd edərsiniz. And went to his teacher. Öz müəlliminin yanına getdi. Tomun yenə gecikdiyini görən müəllim çox əsəbləşdi. Bu isə yəni qüssə verəcək. Ondan sonra onun dediyi nitqi verəcək. Gecikmək səni irəli aparmaz, amma səbr və nizam-intizam uğur qazandırar. Deməli, Tomun gecikdiyini görən müəllim. Baxın, bu hissə. Müəllimə aid bütün bu Tomla bağlı olan cümlə. Baxın, Tomun yenə gecikdiyini görən müəllim. Müəllim, hansı müəllim? O müəllim ki, Tomun yenə gecikdiyini görür. Bax, həmin müəllim, mübtədamız müəllimdir burada. Çox əsəbləşdi. Bax, əsəbləşmək də oldu bizim xəbərimiz. Deməli, görən, görmək istəyirdi, amma biz bunu ing ilə verməliyik daimi zamanda cümlənin əvvəlində. Seeing Tom late again. Tomun yenə gecikdiyini görən müəllim. Late again, yenidən gecikib kim? Tom. Və bunu görür müəllim. Seeing Tom late again.
The teacher, müəllim, yəni həmin müəllim, got very angry. Get feilinin keçmiş zamanı. Got very angry. Çox əsəbləşdi. Deyir ki, gecikmək səni irəli aparmaz. Being late, gecikmək, being late, won't take you forward. Forward irəli deməkdir, irəli. Səni irəli aparmaz. Baxın, won't take you, səni götürüb aparmaz irəli. Won't take you forward. At. Amma nizam intizam uğur qazandırar. Nizam intizam, yəni disiplin kimi verə bilərik, amma səbr və nizam intizam olduğu üçün cümlədə patience and discipline, səbr və nizam intizam, patience and discipline will bring success. Baxın, bring gətirmək deməkdir. Will bring success, yəni sənə uğur gətirəcək. O gündən etibarən Tom vaxtını düzgün idarə etməyi öyrəndi və bir daha gecikmədi. From that day, baxın o da gündən, from that day on, həmin gündən başlayaraq Tom nə öyrəndi? Tom öyrəndi ki, Tom learned to manage his time properly. Baxın, properly, düzgün şəkildə. Properly, to manage, idarə etmək deməkdir. Learn to manage, idarə etməyi öyrəndi. Nəyi? His time, öz vaxtını, onun zamanını. Properly, yəni düzgün şəkildə. And never was late again. Never, heç vaxt was late again. Bir daha gecikmədi. Daha gecikmədi. Mətnimiz balaca mətnimizdir. Və aşağı hissədə ikinci mətnimiz var. Sizin üçün verilib. Nisbətən çətin mətndir bu. Amma nisbətən çətindir. Yəni çox da çətin deyil. Yazıb öyrənə bilərsiniz. Sizə uğurlar arzu edirəm. Allah'a əmanət.